Bu qazi sözünü Azərbaycan dilində olsa da, belə ədəbiyyatda işlənsə də 2001-ci ildən Qarabağ Əlillər Cəmiyyəti o vaxt Ramiz Mehdiyevin tapşırıqları qanunsuz ləğv edilir, qazilərə divan tutulundan sonra 2001-ci ildən Qarabağ Qazilər Birliyi yaradıldı. Rəhmətli Etimad Əsədov başlanmaqla onun komandası getdi. Biz də bunu Türkiyədən götürdük. Həm də Atatürk'ye şəhid oluyor qazi. Bugün Türkiyədə qazi deyəndə iki anlayış var. Bir yaralı qazi, bir də veteran qazi. Və bu günləri biz bir dəfə bir açıqlama verdik ki, yəni bizim veteran qardaşlarımız da bizim qazidir. Sən iki müharibədə iştirak eləmişsən. Yaralanmışsan da. Amma əlillik dərəcən yoxdur. O deməkdir ki, sən qazisən. Sən ölkənin ən böyük qazilərindən birisən. Yəni ona görə də veteran deyəndə mən çox zaman elə qazi nəzərdə tuturam. Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin yeni təyin olunmuş nazir Anar müəllimlə görüşümüz oldu. Orada da bu məsələni qaldırdı. Bilsən İlham, bu 80 manat məsələsinin çox adam mahiyyətini bilmir. 2001-ci ilə qədər şəhid ailələri, Qarabağ ailələri, müharibə veteranları işıq, kommunallardan o sayımı hamı elə deyib keçir. İşıq, su, qaz, zibil, digər kommunal lifti, nə bilim nədir. Bunların hamısından azaddır. Hətta bəzən ictimai nəqliyyatda Deyəcəm. Bunun hamısı gedir kommunal. Nəqliyyat. Nəqliyyatda nədir? Avtobus, metro, mikroavtobus. İl boyu qatardan şəhid ailəsi, Qarabağ 50 pulsuz, veteranlarda 50% ödənişlə. Qatardan başa düşsən. Mən istifadə eləmişim o vaxt. İldə bir dəfə gəmi ilə ölkə daxilində getmək gəlmək. Deyəsən ayda bir dəfə. İldə bir dəfə təyyarə ilə getmək gəlmək. Axırıncı dəfə teatrda hava olmuşsan. Pul verib bilet al. Çoxdan olmamış. İlham, biletlər neçədir? Ən azı 15-20 manat. Yəqin. O var. Respublika Sarayı, Heydər Əliyev adına Respublika Sarayında biletlər olur 100 manat, 80 manat, 200 manat. Adam gəlir konsert verir. O cümlədən də sirklər, o cümlədən də mədəniyyət ocaqları, muzeylər, o cümlədən də yeni şənlikləri, Novruz şənlikləri. Bunlar hamısı şəhidin balası, Qarabağ əlinin özü və balalar üçün pulsuz idi. Bunlar yoxdur indi. Respublika Sarayında bir konsert olur 50 manat, 60 manat, 50 manatdan başlayır bilet. Bunun kompensasiya budur. Bunlar ləğv olunub 2001-ci ildə. Əvəzinə bugün 80 manat verirlər. 3 övladı olan qazi övladını azdırmaya tamaşa aparmaq istəyir. Söhbət azdıramadan geçmeli olsun. Yaş tamaşaçılar və s. Bunlar hamısı güzəştlidir. Bunun var, bunlar çıxardıqdılar, indi 80 manat verirlər. Başa düşdünüz indi məsələnin mahiyyəti nədir? Və bu şəhid ailəsinin, müharibəlinin, veteranın hüququn kobud şəkildə pozuldular. Və biz məsəl üçün mən təklif edirəm ki, 80 manat artırılmırsan da, elədir o. Dövlət deyir ki, müəyyən qədər güzəştlər qaytarsın. O güzəştləri qaytar. 80 manat qalsın, yaxşı artırma. Deyirsən artar. Qalsın o, sən o güzəşləri qaldır da, qaytar da, qaldır. Elədir. Bax bu günlər